Doğrusu qorxmuşam koyundan. Bir əfilandır qoyma gəldi. Ümumiyyətlə vacibdir, lazımdır ki bunu belə eləyəsiniz. Onsuz da korlanır gedir də musiqimiz. Belə oxumaq olmaz. Musiqimiz bizim yoxa çıxır. Axı niyə gedib hər kəs öz işi ilə məşğul olmur? Hər yerindən duran oxumaq istəyir. Han dostu amandır qoyma gəldi. Mən eşitdim, həqiqətən də çox pis oldum. Niyə eləyirsiniz, nəyə görə eləyirsiniz? Niyə bunun, o nə mahnıdır, o nə ritmdir, o nə yanaşmadır? Mən başa düşmədim. Ona heç mahnı deməyə adamın dili gəlməsi. Ki, yəni bunları onsuz da təbliğ eləyirlər də. Yaxşı gəldi, indi buna da, yəni bu böyük bir ədəbimizin yazarına bu nə bəstədir, bu nə, başa düşmədim. Yəni tam etirazımı bildirirəm. Olmaz. Sözlər, orada sözlər də dəyişilib hətta. Sözlər dəyişibdir. Dəyişilib. Niyə? Niyə dəyişirsiniz? Adətli yəqin qalıb soyundan. Mən bilmirəm kimdir bu oxuyan və mahnını kim yazıb, nə məqsədlə yazıb. Bu boyda dahinin sözünü dəyişmək olmaz. Olmaz. Yəni nəyinsə xatirinə söz dəyişmək, mən artıq deyəsən əsəbləşirəm. Çünki Mirzə Ələkbər Sabir elə bir insan olmayıb ki, elə bir söz yazmayıb ki, onun sözünü dəyişəsən, orada nə məqsədlə elə bilər, mən bilmirəm, başım çıxmır. Və bu oxuyan kimdir bilmirəm, bu elə bil ki, rusca oxuyur. Dım-tı-tı-tı. Dostu amandır qoyma gəldi. Didarı yamandır qoyma gəldi. Han dostu amandır qoyma gəldi, girdarı yamandır qoyma gəldi. Bişket kimi bir papaq başında, ağ tükləri bəllidir qaşında. Biz bunu belə eşitmişik. Sonra götürüb bunu dıngır qoz bir, nə bilim, nə belə şeylərlə lazımdır bu. Vay vay deyəsən beşər deyil bu. Bir şəklə uyan təhərdir. Oxu, amma milli musiqimizi oxuyla, cəmaatın ruhuna oxşar bir musiqi oxuyla. Han dostu amandır qoyma gəldi. Başqa bir sözlərini onsuz da eləyirlər. Nə ağıllarına gəlir, eləyirlər onsuz da. Heç olmasa bu dahimizə toxunmuyor. Bu bizim həqiqətən bizim varidatımızdır, bizim kültürümüzdür, bizim nə bilim toxunmazımızdır. Buna toxunmaq olmaz əslində. Mirzə Ələkbər Sabirin sözün ağzının suyundan iyrəndim ağzının suyundan bu deməyə bəyəmsən, şənvə kəsir gəlir. O mənası var ki, onu deyil də. Bu bayağılığa yol verməyək, bu dırnağı 2 metrlərə yol verməyək. İyrəncliklə sən təbliğ eləyəsən musiqini, sonra da desinlər ki, bizim musiqimiz bundan ibarətdir. Mən bilmirəm valla, bunun axırı hara gedib çıxacaq. Mənə elə gəlir ki, musiqimiz deyəsən tamamilə əldən çıxacaq. Böyük bir ədəbimizin, böyük bir şairimizin, tənqidçimizin, o əsrimizin həqiqətən böyük bir tənqidçisi olubdur Mirzə Ələkbər Sabir və dühalarımızdan biri olubdur. Onun sözlərinə gəlindi bunu da belə elə.